Əgər bir kəsə qüsül vacib oldu, o qüsül alır ancaq dəstəmaza niyyət etmiş. Sadəcə qüslə niyyət edir. Bununla namaz qıla bilərmi? Bu ən çox soruşulan məsələ. Qüsül var boynunda. Qüsül aldı, dəstəmaz almadı, heç dəstəmaza niyyət etmədi. Sadəcə qüsül aldı, çıxdı. Bununla namaz qıla bilərmi? Məzhəbə görə xeyir, o bununla namaz qıla bilməz. Həmbəllər deyir ki, qıla bilməz. Çünki kimə qüsül vacibsə, dəstəmaz da vacibdir. Qüsülla bərabər dəstəmaz almalıdır. Niyə? Çünki o dəstəmaz almayıb, o böyük hədəsdən təmizlənmək üçün niyyət edib. Kiçik hədəsdən təmizlənmək üçün niyyət etməyib. Namaz üçün hər ikisinə niyyət vacibdir. Cümhura görə isə kiçik hədəsə, yəni dəstəmaza niyyət etməsə də namaz qıla bilər. Çünki deyirlər ki, Allah yalnız qüslü şərt qoşub. Onunla bərabər dəstəmazı şərt qoşmayıb. Necə ki, Allah Azze və Cəllə buyurur ki, Yə eyyuhəl-ləzinə əmanu, izə qumtum iləs-salati, fəğsilu vucuhəkum və əydiyyəkum iləl-mərafiq, və əmsəhu bi ruusikum və ərculəkum iləl-kəəbeyn. Ey iman gətirənlər, namaza durduğunuz zaman üzünüzü, əlinizi yuyun, başınıza məs çəkin, ayaqlarınızı yuyun, sonra deyir ki, və in kuntum cunubən fətəhhəru. Əgər cünub olsanız, qüsl alın, təmizlənin. Ayədə dedi ki, namaza qalxdığınız zaman əgər kiçik hədəsiniz varsa, yəni ayaq yolundan gəldikdə dəstəmaz alın. Ancaq qadınla yaxınlıq etdikdə qüsl alın. Qadınla yaxınlıq etdikdə qüsl alın. Qüsüllə yanaşı dəstəmaz şərti yoxdur. Cümhur deyir ki, qüsül, Allah Azze və Cəllə deyir ki, qadınla yaxınlıq etdikdə qüsl alın, demədi dəstəmaz alın. Dəstəmazı nə zaman alın dedi? Ayaq yolundan gəldikdən sonra. Ona görə cümhur deyir ki, həmbəlləri müxalifət edərək. Qüsl alan adama dəstəmaz vacib deyil. Yəni, cümhur buna dayanaraq deyir ki, böyük təharət elə kiçiyi də əvəz edir. Ayədə deyilir ki, cünüb ikən qüsl alıncaya qədər namaza yaxınlaşmayın. Namaza yaxınlaşmayın. Hətta Hafiz İbn Həcər rahiməhullah buyurur ki, Qaməl icmə'ə alə ənəl vudu'i fil guslil cənabət qeyri vacib. İcma iqam oldu. İcma baş verib ki, qüsl alan bir kəsə, yarhamkallah, dəstəmaz vacib deyil. Hafiz İbn Həcər bu haqda hətta icma zikr edir. Ancaq Şeyx Həzmi deyir ki, belə bir icma yoxdur. Hafiz İbn Həcərin gətirdiyi icma yoxdur, xata edib. Lakin elm əhlinin əksəriyyətinin görüşü budur. Yəni Şeyx Həzmi də sonuçta bu görüşü tərcih edərək deyir ki, həmbəllərin əksi olsa da doğru olan cümhurun görüşüdür. Yəni qüsl alana dəstəmaz vacib deyil, doğru olan nədir? Cümhurun görüşüdür. Nə üçün? Dəlil olmadığına görə. Əksinə dəlillər böyük hədəsdən təmizlənməyin kiçik hədəsin də yerinə keçdiyini göstərir. Böyük hədəsdən təmizlənməyin kiçik hədəsin də yerinə keçdiyini göstərir. Həmbəllərə görə demək, qüsl alana dəstəmaz vacibdir. Cümhura görə isə vacib deyil.